Salam. Bugün sizinle biz ingilis dilində cümlə qurmağın ən asan yolundan başlayırıq və ingilis dilində cümlə qurarkən ən önəmli məqam nədir? Ən önəmli məqam cümləmizdə ilk öncə mübtədanın gəlməsidir. Birinci cümlədə mübtəda gəlir, mübtədadan sonra isə xəbərin gəlməsidir. Deməli, mübtəda nədir? Gəlin baxaq görək mübtəda nədir? Təbii ki, mübtəda bildiyimiz şəxsdir, yəni hər hansı bir insandır. Mübtəda bildiyimiz bir əşyadır və yaxud da ki yerdir. Yəni hər hansı bir məkandır. Mübtəda hər hansı bir ideya ola bilər. Yəni bir sözlə mübtəda istənilən bir isim ola bilər. Və əvəzliklərdən də mübtəda kimi istifadə edirik. Şəxs əvəzliklərindən I, you, he, she, it, they, we və s. kimi. İşarə əvəzliklərindən də mübtəda kimi istifadə edə bilərik. Və gəlin görək, bəs xəbər nədir? Xəbər deməli cümlədə ümumiyyətlə mübtədadan sonra xəbər gəlir. Xəbər cümlədə hərəkət bildirən sözlər ola bilər. Hərəkət bildirən söz deyərkən biz nəyi nəzərdə tuturuq? Məsəl üçün run, qaçmaq, swim, üzmək, sleep, yatmaq, want, istəmək və s. kimi. Əgər bizim cümləmizdə görsəniz ki, hərəkət bildirən söz yoxdursa, yəni hərəkətlilik yoxdursa, deməli cümləmizin xəbəri nə olacaq? Cümləmizin xəbəri to be olacaq. Və to be-ni yəqin ki, hər birimiz tanıyırıq. Bilirik ki, to be indiki zamanda am, is, are-dır, şəxslərə görə bölünür. To be keçmiş zamanda was və yaxud da were-dır. Gələcək zamanda isə to be will-dir. Təbii ki, to be bitmiş zamanlarda da işlənir. Lakin biz bugün to be-nin indiki zamanına ən çox köklənəcəyik və baxalım. Deməli, dedik ki, cümlədə birinci mübtəda gəlir, sonra cümləmizdə xəbər gəlir. Və mən belə bir cümlə yazmaq istəyirəm. Deyirəm ki, bu mənim, buradan qeyd edirəm, bu mənim sevimli filmimdir. Bu mənim sevimli filmimdir. Və baxırıq ki, cümləmizdə bizim hərəkət bildirən sözümüz yoxdur. İlk öncə mübtədamız olacaq bu. Mən burada bunu işarə əvəzliyi olaraq this-dən götürmək istəyirəm. Və yazdıq this. Bu oldu cümləmizin mübtədası bu. Və cümləmizə xəbər axtarırıq. Baxırıq ki, cümlədə hərəkət bildirən söz yoxdur. Deməli, cümləmizin xəbəri dir, dur olacaq. Və bu da nədir? Bu da to be deməkdir. İndiki zamanda olduğu üçün mən burada this-dən sonra nə yazacağım? Is yazacağım. This is. Bu dur. Baxın, bu dur. Nədir bu? Yazacağım ki, mənim sevimli filmim. Mənim sözü my, sevimli sözü favorite, film sözünü film yazacağım, siz movie də deyə bilərsiniz, fərqi yoxdur. Deməli, this is my favorite film or this my favorite movie formasında görürsünüz, ən sadə bir formada biz cümləmizi qurduq. Və hərəkət olarkən necə olacaq? Məsəl üçün deyirəm ki, bir insan adı yazıram. Da ki, yazıram Jane ilə. Yazıram ki, Jane maraqlı filmlərə baxmağı xoşlayır. Və gəlin bu cümləni tərcümə eləyək. Yenə gördüyümüz kimi cümləmizdə artıq mübtəda olaraq bir şəxsimiz var və bu şəxsimiz dedik ki, Jane-dir. Jane-i yazdıq. Baxın, biz dedik ki, mübtədadan sonra nə gələr? Xəbər gələr. Artıq burada baxırıq ki, cümləmizdə bir xəbər var. Xoşlamaq feili var. Xoşlamaq nə etmək? Xoşlamaq. Deməli, biz burada Jane-dən sonra istifadə edəcəyimiz söz xəbər xoşlamaqdır. Və mən xoşlamaq sözünü love-la yazıram. Siz love da yaza bilərsiniz, like da yaza bilərsiniz və yaxud da həzz alır deyərək enjoy da deyə bilərsiniz. Və burada diqqət edirik. Jane neçə nəfərdir? Bir nəfər.
İndiki zamanda biz əgər mübtədamız təkliyi göstərərsə feilin sonuna s əlavə edirik. Jane loves və yaxud da likes və yaxud da enjoys. Ondan sonra neyinir? Baxın, Jane xoşlayır dedik. Jane xoşlayır. Jane nəyi xoşlayır uşaqlar? Nəyi? Deməli, feildən sonra biz nə işlədəcəyik? Feildən sonra işlədəcəyimiz söz tamamlıqdır. Nəyi xoşlayır? Baxmağı. Baxın, Jane xoşlayır baxmağı. Baxmaq sözü özü də bir feildir, watchdur. Və biz bilirik ki, baxmaq özü də bir feildir. İki feil yan yanaşı gələrsə, ikinci feilin sonuna ya ing əlavə edirik, ya da iki feilin ortasında to işlənir. Biz burada enjoy sözünü də gördüyümüz üçün biz burada watching deyəcəyik. ing, çünki enjoydan sonra feilin sonunda ing götürür. İkinci feil, özündən enjoydan sonra gələn ikinci feil sonunda ing götürür. Jane loves və yaxud da Jane likes və yaxud da Jane enjoys watching. Baxın, Jane xoşlayır baxmağı. İndi baxırıq, nəyə baxmağı xoşlayır Jane uşaqlar? Filmə. Amma biz filmi yaza bilmərik, çünki maraqlı sözü o zaman qalacaq. Bu maraqlı sözü nəyə aiddir? Filmə aiddir. Yəni, filmə baxmağı xoşlayır. Və gedirik, maraqlı sözünü yazırıq. Interesting. Film sözü nədir? Elə film formasında da saxlayırıq. Films. Gördük, cümlə qurmaq əslində o qədər də çətin bir şey deyil.